sizə hardan xəbər verim? Cənubi Azərbaycanın Qəhrəman şəhərindən kimdən? Zülal Şahdan. Zülal Şahın həddən ziyadə varı dövləti var idi. Oyun sürüləri, at ilxısı, qızılı, pulu. Bunun iki oğlu vardı. Birinin adı Adıgözəl idi, birinin adı Aslan. Adıgözəllə Aslan xoşbəxt yaşamaqda olsunlar. Günlərin bir günü idi. Zülal Şah öz taxtı tacında əyləşmişdir. Bir dərviş qonaq oldu Zülal Şaha. Zülal Şah dedi ki, dərvişi boş qaytarmazlar. Gətirin bu dərvişə qızıldan, puldan nə istəyir, verin gitsin. Dərviş dedi, Zülal Şah, mən pul yığan dərvişlərdən deyiləm, mən taliyə baxıram. Kimin əvvəli necə olub, axırı necə olacaq? Zülal Şah dedi, çox sağ ol. Dedi dərviş baba, qurban olub, de görüm mənim əvvəlim necə olub, axırım necə olacaq? Dedi, sənin əvvəlin yaxşı olub. Dedi, sənin əvvəlin yaxşı olub. Amma bir gün olacaq ki, sənin gözlərin haqqın tərəfindən ikisində tutulacaq. Bu sözü eşidən Zülal Şahın elə bil ki, dünya gözlərinin qabağında qaranlıq gətirdi. Gözdən şirin insana nə var ki? Dedi, dərviş baba, qurban olum, gözlərinin tutulmasını bildim. Bəlkə onun açılmasını biləsən, həkimin, loğmanın, dəvasın, dərmanın biləsən. Dedi, sənin gözlərin açılmasından ötəri. Dəryada qızıl balıq var. Əgər o qızıl balığın ətindən yesin, sənin gözlərin açılacaq. Dərviş deyir bu sözü getməkdə olsun. Bir müddət keçəndən sonra Zülal Şahın gözləri ikisində tutuldu. Dəva, dərman, həkim, loğman nə qədər elədirərsə Zülal Şahın gözləri açılmadı. Dərdinə çarə edə bilmədilər. Zülal Şahın yanından düşdü ki, dərviş demişdi ki, dəryada qızıl balıq var, onun ətrindən yesin sənin gözlərin açılacaq. Odur ki, Zülal Şah əmr elədi ki, balıqçılar dəryaya tor açsınlar. O balığı kim tutsa, kimin toruna düşsə, o balığın özü ağırda ona qızıl verəcək. Tüm balıqçılar gəldi dəryanın kənarına tor atdılar. Adıgözəllə Aslan da dəryanın kənardan baxırlar. Adıgözəl dedi, qardaş bilirsən nə var? Dedi, yox. Dedi, gəl biz də tor ataq. Bəlkə bu balıq bizim itməzimizə düşəcək. Hər iki qardaş gedib bir tor gətirdilər, toru dəryaya atdılar. Bir gün keçdi, ikinci gün gördülər, tor dəbəlir. Toru yavaş-yavaş çəkdilər dəryanın kənarına. Gördülər, Xudavand-ı aləm elə bir balıq yaradır ki, bunların torunu elə bir balıq düşür ki, elə bir Allah sana bunu görün istədiyi vaxtda yaradır. Adıgözəl dedi, qardaş, gəl biz bu balığı öldürməyək. Axtar dəryaya çıxıb bilsin. Dedi, axı bu balıq bizim atamızın gözlərinin çarəsidir, ona dərmandır. Dedi, biz atamızı elə saxlayarıq ki, şahlığından da yaxşı. Adıgözəl Aslanın sözünə baxmayıb, balığı götürdü quyruğundan, turladı suya, atdı suya. Dedi, gedək balıq. Balıq da bilməsə xalıq bilər. Deyirlər, həbilməsə o vaxtdan qalıb. Bir qarı kənardan bunlara baxırdı, bunları izləyirdi. Gördü ki, balıq Şahın öz oğlanlarının toruna düşdü. Amma quyruğundan tutub atdılar suya. Gəldi özü yetirdi Zülal Şah'a, dedi, Zülal Şah, şah sağ olsun, sənin oğlanların sənin gözün açılmasını istəmir. Dedi, niyə? Dedi, balıq sənin öz oğlanların toruna düşdü, amma atdılar suya. Zülal Şah əmr elədi ki, cəlladlar Adıgözəllə Aslanı gətirsinlər, onları dar ağacından astıracaq. Cəlladlar Adıgözəllə Aslanı gətirdilər dar ağacına. Baba, dünya görmüş ağsaqqallar, ağgülçəklər yığışdı. Şah, gəl sən bu cür balaları öldürmə. Başqa bir vilayətə sürgün boyu çıxıb geçsin. Zülal Şah Adıgözəllə Aslanı öldürməyib, başqa bir vilayətə sürgün buyurdu. Adıgözəllə Aslanın anası bu hadisəni eşitir. Gəldi, balaların bağrına bastı. Bir qızıl alımı Adıgözələ verdi, bir dəryanuru Aslana verdi. Hər iki qardaşa bir at verdilər. Bunları
vətəndən sürgün qoydu Zürarsaq. Zürarsaq 40 dənə atlıya tapşırdı ki, bunları Adgözəllə Aslanı mənim qılıncım işləyən yerdən keçirdərsiniz. Bu 40 dənə atlı gəldilər, bir xeyli yol gələndən sonra bir kəndin kənarından keçəndə Adgözəllə Aslandan biraz qızıldan puldan alıb qayıtdılar geri. Adgözəllə Aslan piyada gəldilər, bir xeyli yol gələndən sonra gəldilər, bir qəbirstanlığa rast gəldilər. Adgözəli həm aclıq tutmuşdu, həm də yorğunluq. Dedi, qardaş, daha mən gedə bilmirəm. Burada qəbirstanlıq var. Məni dedi, apar qoy o qəbirstanlıqda. Burada qəbirstanlıq varsa, yəqin ki, burada bir el oba var. Aha dedi, məni qoyaraq, gel oradan çörək gətir. Aslan qardaşı Adgözəli gətirdi, qoydu qəbirstanlıqda bir qəbrin yanına. Həmin anası verən Dəryanurun verdi ki, işte birdən mən gec gələrəm. O Dəryanurun qoyarsan baş daşın üstünə, mən gəlib o Dəryanurun işini ilə səni taparam. Adgözəl burada qalmaqda olsun. Aslan gəldi, gördü bir şəhərə çatdı. Gördü ki, bu şəhərin adamları böyük bir meydana toplaşır. Bu şəhərin şahı ölmüşdür. O vaxtı da padişahlı kuşu saxlayardılar. Kuşu uçurdardılar, kimin çininə qonurdusa, onu həmin şəhərin şahı elan edirdilər. Aslan da gəldi durdu adamların arasında. Kuşu uçurdular, kuş hərləndi, fırlandı, gəldi qondu Aslanın çininə. Camaat dedi, yarım uşağını itirib. Kuşu bir də uçurdular. Yenə kuş gəldi qondu Aslanın çininə. Cemaatin yarı dolar, kuzu yarı dedi olar, yarı dedi olmaz. Gətirdilər, Aslanı saldılar, bir tövlə vardı tövlə. Kuşu uçurdular. Kuş tamam bazasından gəldi, qondu Aslanın çiyninin üstüne. Dedilər ki, kuş ki, 3-cü dəfə ki, oğlanın çiyninə qolur. Deməli, oğlanda bir şəhsadalar var. Aslanı çalıncar, bala, sən kimsən, nəçisən, hardan gəlib, hara gedirsən? Dedi, ağsaqqalım, mən kandan gəlib məkana gedirəm. Dedi, kan nədir, məkan nədir? Dedi, kan bu dünyadır, məkan o dünya. Hörmətli yoldaşlar, Aslan həmin şəhərin şahı seçilməkdə olsun, sizə kimdən xəbər vereyim? Adgözəldən. Adgözəl gözləri gördü, qardaşdan bir səs soraq yoxdur. Aldı görək, Cəlal, döymə kənəmi üstündə, necə dedi, tərəfindən ərz eləyək. Qaranlıqlar qarışdı. Gözlədim yolların gəlmədi qardaş. Bir nadan uşaqdım, ürəyim düşdü. Gözlədim yolların gəlmədi qardaş. Adgözəl qardaşı gedən tərəfə baxdı. Gördü bir səs yoxdur, aldı barası. Gönderdim ki geldim çörek getir.
Gözlerdim ki gedib çörək gətirər. Gözlerdim yollarım gəlmədi qarnam. Akar sular bulalar. Yaralarım göz göz olup sulanar. Kardeş gelip mezarımı dolalar. Gözlerim yollarını gelmedi kardeş. İki kardeş idim. Biz Beyzade. Atımız yoruldu kaldık piyada. Yaman kardeş yorum olsun ziyade. Gözlerim yollarım gelmedi kardeş. Az güzel yine kardeşi gören yola boylandı. Gerçi ayak sesini işte gördü kardeşinden. Hiçbir ses soran yoktu. Hemen anası veren derya nurlu koydu başlaştın üstüne. Burada yuxuya gitmekte olsun size haberi kimden diyeyim? Haramılardan. Haramılar ovdan gelirdiler. Ovları boşa çıxmışdır. Gördülər qabaqda bir işıq gəlir. Dedilər bu işıqda nəsə var. Nə olsa amma birimizin olsun. Biri dedi at olsa mənim. Biri dedi mal olsa mənim. Biri dedi qızıl olsa mənim. Biri dedi pul olsa mənim. Buranın içində Tülüt aylarında bir nəfər var idi. Bunun evladı oldu. Allah evladı olmayanlara evladı qismət eləsin. Gedib mənə insan olsa mənim olar. Uşaq olsa mənim olar. Bunlar atlarını sürdülər, kəldilər, gördülər ki, yox, bunlar deyən bir şey yoxdur. Burada bir zaman oğlandı yatır. Ama çok səksəkəli yatır. Bu dedi mən vuracam. O dedi mən vuracam. Tülüt ayı dedi vurmayın. Vurmayın. Bu səsə ad gözəl oyandı. Gördü evdili qafır. Eldan, obadan, vətəndən, atadan, anadan ayrı düş. Bu da sənin axır günün cəlladla başını sürgəstir. Dedi məni vurmayın. Mənim ürəyimdəki kəlmə sözüm var. İcazə verin onu deyim. Tülüt ayı dedi oğlum. Ne var ürəyimdən sözüm? Buyur bir aldı görək o gözəl kocaman şeşlər üstündə. Deyirəm gecəl yansı gələr haramı baxışda böyle mayondurma məni. Deyirəm gecəl yansı gələr haramı baxışda
Sal oynama öldürme beni. Aldı gören. From the